Bu necə ola bilər ki, o qədər nailiyyətdən sonra Azərbaycan daxilində dövlətin əleyhinə, belə deyim ki, çevriliş planı hazırlanır. Bu necə ola bilər? Niyə bu qalib meydanda satqınlar və manqurtlar oturub bizim kimi adamlara meydan sulamalıdır ki? Niyə yön göstərməlidir ki? Ramiz Mehdiyev dəstəsi, Fars-Rus təfəkkürlü dəstə, 50 yerdə mətbuatı, jurnalı, saytı, holdingi, sexi, firması, zavodu, nə üçündür bu? Onların hamısının əlindən o gücləri alınmalıdır. Azərbaycan dövlətinin balansına keçməlidir. Bütün o holdinglərində başında dayanan o məlumul halların hamısı cəzalandırılmalıdır. Milli adamlar ora qoyulmalıdır. Azərbaycan Türk dünyasına inteqrasiya olur. Rus qucağına deyil, Fars qucağına deyil. Bizim heç Avropaya da ehtiyacımız yoxdur. Cənubi Azərbaycanla bağlı tədbir qoy, Cənubi Azərbaycanlı yoxdur. Türk dünyası ilə bağlı tədbir qoy, halbuki dünənə kimi Türk dünyasını söyüb batırırdı. Dünənə kimi sən haradaydın? Milli adamları vur, anti-milli adamlara, sonra özünü milli adam kimi göstər. Mənim onların həyatı və hətta mən deyərdim, ictimai fəaliyyətləri ilə bağlı çox ciddi faktlarım var. Çox ciddi. Mən heç vaxt belə danışmamışdım, bugün deyirəm. Vaxt gələcək ki, onların hamısı deyiləcək. Heç mən deməyəcəm. Onların vaxt gələcək ki, lazım olan güc strukturlarımız deyəcək ki, siz kim idiniz, nə idiniz və kimlərin adının batırılmasında, həyatının məhv olmasında rollarınız olub. Onlar itməyəcək, Heydər bəy. Mən əminəm ki, onlar cəzalarını alacaqlar.